Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki qonağı Müasir Müsavat Partiyasının sədri Hafiz müəllim Hacıyevdir. Hafiz müəllimlə İranda baş verən son hadisələri müzakirə edəcəyik. Hafiz müəllim, xoş gördük. Xoşunuz olsun. Hafiz müəllim, hazırda bütün dünyanın diqqəti İrandadır və proseslər demək olar ki, hər gün şiddətlənir. Sizcə bundan sonra nələr baş verəcək və İranı nələr gözləyir? Açığı deyim ki, pusatsa İranda gedən proseslər tam nəzarətdən çıxıbdır. Düzdür, İranın da olan bu rejim, molla rejimi artıq İran xalqının canı boğaza yığıbdır. Mən İranla da çox maraqlanıram. Orada da bizim hərəkətdə olan dostları var, yoldaşları var. Və orada bizim 50 milyona yaxın soydaşlarımız var. Burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, xalqı İran mollaları canı boğazına yığıbdır. Necə olur ki, İran mollasının birinin evladı gedib xarici dövlətlərdə, qərb dövlətlərində şortikdə gəzib milyardlarla pul xərcləyirlər. Qızları barlarda, arvadları barlarda. Tehrana düşən kimi bir dənə başına qara aşağı taxıb dağıdırlar. Bax, bu da milləti küçələrə tökən. Düzdür, orada başqa faktorlar da var. Amma oradakı problemlərin də hamısı sosial problemlərdir. İnsanlar ac qalır. Orada kətçilərin bugün necə deyirlər, əkin piçini eləməkdən ötəri adi bir dənə onların o qoşqusu yoxdur. Özləri qoşulub o əkin piçini eləyirlər. Yəni məsələ budur. Orada da haqsızlıq, hüquqsuzluq, qanunsuzluq, rüşvətxorluq, korrupsiya, dostbazlıq, yerribazlıq köy salıbdır. Millət bunu görür. Görən millət narazı qalır və nə eləməlidir? Millət küçələrə tökülməlidir. Düzdür, burada xarici faktorlar axtarırlar. Çalışırlar ki, Amerikanın üzərinə yıxsınlar, İsrailin üzərinə yıxsınlar. Yox ki, sən işin elə qurunan ki, sən niyə gəlsin Amerika? Amerika deyir ki, sən rüşvət al. Siz təsəvvür edin, İranın prezidenti deyir ki, neftdən gələn bizə faizini verin, mən xalqa xərcləyim. Onun 1%-ni də vermirlər. Deməli, neftdən gələn hamısı İran mollaları, onların ailələrinə gedir xaricə. Hafiz müəllim, indi burada bir məsələ var. Əgər molla rejimi devrilərsə, xalq Pezeşkiyana, indiki prezidentə imkan verəcəkmi ki, o qalıb işləsin? Açıq deyim, burada xalqın devrilmə gücü o qədər də böyükdür. Mən ona inanmıram. Açıq mən sizə deyim, ona inanmıram. Burada xarici güclərin təsiri olmasa, heç bir iş görənməyəcək xalq. Burada indi hal-hazırda gedən məlumatlar bundan ibarətdir ki, Amerika Birləşmiş Ştatları, məsələn, Qərbin digər qüvvələri artıq İrana böyük təzyiqlər göstərir. Və bu olmalıdır da. Sən bu qədər də qoymaq olmaz. İranın xalqı yazıq, nə qədər mindən artıq adam öldürürlər. Küçələrdə insanları öldürürlər. Terrorist adından öldürürlər. Bu belə deyil axı yaxşı. Haqqını tələb edənib çıxanıb öldürürlər. Orada prezidentin heç bir səlahiyyəti yoxdur. Orada əsas səlahiyyət molladadır. Mollalardadır. Mollalar da talan edir, dağıdırlar. Savadsız, qabiliyyətsiz insanlardır. İndi bizdə olan məlumata görə Xameyni qaçıb gizlənibdir. Amerika Birləşmiş Ştatları artıq öz fikrini bəri başdan artıq ifadə elədi. Qoşun yeritmək istəyirlər. Bu qutarmalıdır. Yəni biz burada ayıq olmalıyıq. Məsələn, bizim orada 50 milyona yaxın soydaşlarımız var. O hadisələr Allah eləməsin, bizə də sıraya bilər və bundan istifadə edən qüvvələr də var. Bəyək, mən birinci etapda dedim, Azərbaycan daxilində də bundan istifadə edən qüvvələr var. Məsələn, biz oradakı soydaşlarımızı da yəsiz qoya bilmərik. Onların daxil işlərinə də qarışa bilmərik, amma onları da yəsiz qoya bilmərik. Yəni, burada söhbət ondan gedir. Ona görə də bizim qonşuda gedən proses elə bil bizim daxilimizdə gedir. Biraz aralıdır da, fərqi nədir ki, astara əlini uzadırsan o tərəf, yaxın bu tərəf. Yəni, çox ciddi məsələlər, proseslər gedir və bu proseslərdə biz kənarda müşahidəsi gözünlə də baxa bilmərik. Təhlil eləməliyik, dəqiq bilməliyik, dəqiq məlumatlar almalıyıq. İndi orada internet bağlanıbdır, o birisi bağlanıbdır. Sən nətər millətini qırırsan, 2 gündə matəm elənirsən. Öz öldürdüyün adama matəm elənirsən. Ya onu eləyir ki, bu birisilərin gözünü qırsın. Bu da mümkün olan şey deyil. Millət artıq canı boğaza yığılıbdır. Bilsən nətərdə? Ac millət, hüquqsuz millət, ədalətsiz bir rejimə dözə bilmir. Kim olsun, kimdən asılı olmur. Bütün dünyada diktator dövlətlərin hamısında belədir. Bunu Avropa dövlətlərində görənməzsən.
Amma nə eləmək olar ki, bütün diktatorların hamısı bu vəziyyətdədir. Mən düşünürəm ki, molla rejimi gedəcəkdir. Demirəm, bu gün gedəcək, sabah gedəcək, 10 günə gedəcək bir. Amma artıq orada bu proses başlayıbdır. Bu proses geriyə dönməz bu prosesdir. Və proses də elə belə idarə həm xaricdən, Amerika Birləşmiş Ştatları, məsələn, Trumpın son günlər, son dəqiqələr açıqlamaları, dünənləri samolyotda verdiyi açıqlama və bugünkü açıqlamalar artıq onu göstərir ki, düzdür, İranın Xaricilər Nazirliyindən ona danışıqlar gedir. Amma müəyyən müddət bunlara vaxt verirlər. Mən düşünürəm ki, qısa müddətdə bugünə sabaha İran məsələsi tam həll olacaq. Amma biz çox ehtiyatlı olmalıyıq. Hafiz müəllim, əgər İrana kənardan müdaxilə olarsa, bu Azərbaycan üçün, yəni bizim sərhədlərimizdə hər hansı bir təhlükəyə gətirib çıxara bilərmi və bu ümumiyyətlə Azərbaycan üçün hansı təhlükədən xəbər verir? Əlbəttə ki, yaranacaqdır. Oradan 10 min, 20 min adam gələndən sonra biz onun qarşısını ala bilməyəcəyik ki. Nə eləməli? Onunla qırasızət deyil ki. Öz soydaşlarımız da. Yəni bu bizə göstərir nə qədər böyük təhlükə yaranır. Ona görə də biz oradan gələn yüz minlərlə insanın biz qarşısını necə ala bilərik? Sən öz qohumuna, qardaşına, onun qucağında uşaqla gəlsə, biz onu sərhəddə güllələyəsək deyilik ki. Yəni bunlar hamısı gözlənilir və bu gözlənilənlərin də hamısına biz ayıq olmalıyıq. Hər şeyə ayıq, dəqiq, belə deyək, ölçüsündə, çərçivə daxilində hamısına necə edərlər, ayıq şəkildə biz reaksiya verməliyik. Biz onları, neçə cənab prezident dəfələrlə deyib ki, mən tək 50 milyon xalqı mən prezidentiyəm. Əlbəttə ki, cənab prezident bu sözləri dəndə elə belə demirdi ki, bu böyük məsuliyyət tələb edir və bir gün də o iradəsinə mən bələdəm. Mən düşünürəm ki, cənab prezident hər halda ən dar gündə öz vətəndaşlarına yiyə duracaqdır. Yiyə durmaqdan söz düşmüşkən, sizcə İranın parçalanması hazırda gündəmdədirmi və parçalanarsa Güney Azərbaycan dövləti yarana bilərmi, yoxsa hələ ki tezdir, zamanı deyil? Açığı mən deyim ki, İranın parçalanması bizə xeyr eləmir. Yəni, deyim ki, xeyr elə, qətiyyən eləmir. Yəni, biz burada gedən proseslər dünyanı düşündürür. Burada, məsələn, ən yaxşı halda, əgər o mollaların ağlı olsa, məsələn, Xameynin ağlı olsa, öz səlahiyyətlərinin əksər hissəsini verər bugünkü prezidentə Pezeşkana verər. Onda əlbəttə İranda sakitlik olar, bölünməz. Orada bir Azərbaycanlılar deyir ki, Kürdlər var, digər xalqlar var, orada nə qədər böyük icmalar var, o var, bu var. Yəni burada söhbət ondan gedir ki, deyək ki, heç dünya dövlətləri də onu arzu eləmirlər ki, İran parçalansın 10 yerə. Onu idarə eləmək də mümkün deyil. Bu baxımdan hal-hazırda o məsələ gündəmdə deyil və əgər belə gedəsi olsa, mən düşünmürəm ki, İranın parçalanmasına qərb dövlətləri, o cümlədən Amerika Birləşmiş Ştatları əsas bu məsələdə böyük rol oynayan odur, buna imkan versin və yenə deyirəm, onlar da hakimiyyətin diş yolla devrilməsinə, Pezeşkana, prezidentə indi Şahanoğlu da oradan çıxıbdır ki, müəyyən öz tərəfdarlarına çağırışlar edir. Amma hələlik məsələ belə dondurulmuş vəziyyətdə saxlaya da bilmirlər. Çox qısa müddətdə Xameyni öz səlahiyyətlərini, bütün səlahiyyətlər onun əlindədir, dövlət, hökumət, oranın prezidentinin heç bir səlahiyyəti yoxdur. O səlahiyyətlər verilsə, əlbəttə ki, Pezeşkana, mən düşünürəm ki, ağrısız keçsinlər olar. Yoxsa ki, əlbəttə ki, siz dediyiniz ehtimallar da gələcəkdə ola bilər. O halda ki, artıq da hər şey nəzarətdən çıxa, hərə özünə orada bu, o da mümkün olan məsələdir. Yəni, vəziyyət çox gərgindir, ciddidir və biz də bir qonşu dövlət kimi, bizim haradasa 40-50 milyon orada olan vətəndaşlarımız üçün biz də çox ciddi şəkildə, ayaq şəkildə ağıllı başlarımız bu məsələlərdə öz fikrini ortaya qoymalıdır. O da bizdə yoxdur. Bizdə İranşünaslıq yoxdur. Heç kim məşğul olmur İrandakı hadisələrlə. Məsələn, akademiyanın başı qarışıb, Ramiz Mehdiyevin zirzibilinə qarışıbdır. Hələ onlar bilmirlər ki, İranda nə qədər əhali var. İranşünaslarımız fəaliyyət göstərməlidir. Oradakı məsələləri təhlil etməlidir. Ortaya konsepsiya qoyulmalıdır. Bu konsepsiya hələ görünmür. Yoxdur. Əgər 600 manat bir elm işçiyə verirlərsə, o gedib İranşünas nətər edə bilər, onu hardan araşdırıb çıxara biləcəkdir. Ona görə də bu məsələlər də qalıb yiyəsiz. Hər halda vəziyyət gərgindir. Allah eləsin ki, sağ-salamat bu məsələdə biz Azərbaycan ötüşsün. Mən bircə bunu arzu edərdim. Hafiz müəllim, son olaraq soruşmaq istəyirik ki, vaxt var idi ki, İran Zəngəzur məsələsində qırmızı xəttimizdir deyirdi və Ermənistanı, onun hazırki rəhbərini qətiyyətlə müdafiə eləyirdi. Amma bugün İranın özü çətin durumdadır.
Amma Ermənistandan, İrəvandan, xüsusən də Nikol Paşinyandan molla rejiminə hər hansı bir dəstək gəlmir. Ən azından mənəvi dəstəkdən gedir söhbət. Sizcə nə baş verir və niyə Ermənistan tərəfi öz dırnaqarası qardaşlarına, belə deyək də, ən azından mənəvi dəstək durmurlar? Bilirsinizlə təbii, sadəcə Paşinyanın özünün vəziyyəti ağırdır. Burada Rusiya amili var və digər Paşinyanın quyruğu bir hissəsi Qərbin əlindədir. Paşinyan çalışır ki, sadəcə Avropa dövlətlərinə inteqrasiya eləsin, Qərbə inteqrasiya eləsin. Açıq-aşkar ortadadır məsələ. Paşinyan, məsələn, dar günlərində İrandan oraya silahlar da verilirdi. Bizim məscidləri elə gətirib donuz bağlayanlar bizim molla rejiminin üzvləri idi. Yəni, bunların hamısı bəlli məsələ. İndi Paşinyan kimdir ki? Məsələn, bizim Amerikada cənab prezidentlə onlar arasında müqavilələr bağlandı, söhbətlər oldu. Orada Trumpın rəhbərliyi ilə. İndi axı bunun da bu başında Amerika dayanıbdır. Onun əksinə gedə bilməz. Erməni xalqı da etibarsız bir xalqdır, etibarsız bir millətdir. Onlar bu gün səndən dostluq savaq, dostluğa pozan insanlardır. Onlar yala hürüyən millətdir. Və onlar da elə o mollalar kimi iş bilmirdilər ki, İndi yeni gətirirlər ki, onları hansı ki, Zəngəzur dəhlizi, o birisi görürsünüz. Nə Rusiya oradan imkan verir, nə buradan İran imkan verir. Hələ bizim də onun dərdindən adını Trump dəhlizi qoyub çalışır ki, o dəhliz açılsın. Ona görə də bilsən nətərdir, qonşu dövlətlərdə nə vaxt ki, gücün var, yaxşı yaşayırsan, istər dostun sənə əl uzadır, dövlət də elədir. Əgər Allah eləməsin, bir balanca əyildin, əli belə deyək, şeydə yürür üstünə o birisi də. Siz gördünüz də, Madurada hər şey bəlli oldu. Gəldilər, götürdülər, apardılar, ər-arvatı çaldılar içəri. Bütün dövlətlərdə elədir, etibarsız komandalar var, içəri sırınmış insanlar var, işləyirlər. Siz elə bizdə də ondan da pis vəziyyətdə. Allah eləməsin, bir balanca olsun, görürsən Ramiz Mehdievin dəstəsini nətər baş qaldıracaqdır. Elə büyün qaldırıbdır. Sadəcə çalışırlar ki, deyirlər, ay Allah, tez İranda anla bəri axışıb gələydi, biz də burada çevriliş eləydik. Nə fikirləri var, nə məqsədləri var, Ramiz Mehdiyevin proqramı həyata keçirəydi. O adamlar da hamısı hakimiyyətin ən yüksək eşelonundadır, qanunverici orqanındadır. Əgər bugün Azərbaycan televiziyasının başında Ramiz Mehdiyevin sağ əli dayanırsa, da burada biz nədən danışa bilərik? Ona görə də məsələlər çox çətindir və düşünürəm ki, bu Ermənistan məsələsidir, ondan sonra digər məsələlər, bunlar çox xırda məsələlərdir. Məsələn, dünyada böyük, necə deyirlər, yenidən qurma, parçalanma, yeni dövlətlərin yaranması məsələsi olubdur. İndi harada nə qədər dayanacaqdır, hələ onda heç kim müəyyənləşdirənməz ki, deyək ki, bugün məsələ həll olunacaqdır, ya sabah İranda çevriliş olacaqdır, ya nəsə olacaq, hələ bunun özü də bir müəmmalıdır. Məsələn, görürsünüzmü ki, Pezeşkiyan bir söz dedi, sonra qayıtdı, xalqın qabağına düşdü, dedi ki, mən mitingləri cəmaatla bir yerdə. Yəni, belə qarşı-qarşıya. Hər halda Qərbin, şəxsən Amerikanın, Trumpın, hərdən xəyal Trump deyək də, onun arzularından asılı, fikrindən asılıdır ki, nə istəsə onlar eləyəcəkdir. Mən də olan məlumata görə bugün sabah hər halda ciddi baskı olacaqdır. Yaxın günlərdə hər şey aydın olacaqdır. Mənim bizə xahişdim, bizə məqsədim vardır ki, Azərbaycan xalqı, Azərbaycan dövləti bu məsələdə ayıq-sayıqlığını itirməsin. Çox həm daxildəki milli birliyi çalışırlar, pozsunlar, çox ciddi işləyirlər. Müəyyən qüvvələr artıq baş qaldırıbdır. Sadəcə ciddi toplantılar keçirilir, yeni qurumlar yaradılır, hərəkətlər yaradılır. Bilirsən, belə mərhələdə müəyyən güclər, müəyyən qüvvələr fəallaşır və bunu da fəallaşdıran xarici qüvvələr var. Daxildə milyarder Ramiz Mehdiyevlər var. Burada mən adını çəkdim, bir neçəsinin düzdür, televiziya kanalları da vardı, onu da bağladılar. Burada Putinin tələbə yoldaşları var, Putinin maliyyələşdirdiyi Fərhad Qəribovlar var idi Göyçayda. Bunlar hamısı faktlardır. Burada milyarderlər var. Burada keçmiş Milli Məclisin sədri var, Oqtay. Burada indiki Milli Məclis sədrinin müavini var. Milli Təşkilat naziri var, keçmiş. Bunlar Ziya Məmmədovlar var. Bunlar milyardlərdir. Bunların balalarının hamısı xaricdə hepsatsa eşirət içində. Əgər samavarı dollarla yandırıb samavarı çay qoyurlarsa, görün nə deməkdir? Məsələn, görürsünüzmü, Şahın oğlunun pul var, pul paylayır, orada böyük təxribatlar törənir. Hamısı onun başındadır. Onun da başında duranların hamısı kimlərdir? Bayaq ki, birinci sual, Ramiz Mehdiyevin onlar da saç tutulmurlar ki. Hamısı hakimiyyətdədir. Qisas almaq hissindən alışıb yanırlar və deyirlər ki, mənə açıq deyirlər ki, sən niyə bu qədər Ramiz Mehdiyevin üzərinə gəlirsən?
Bu açıq üzümə deyirlər. Kimlər deyir, hamısını mən bilmirəm də, istəmirəm mən açıqlam. Amma hər halda cənab prezidentə hər şeyi çatdırmışam və hər şeyi də çatdıracağam. Heç kim narahat olmasın. Hafiz müəllim, bizə dəyərli vaxtınızı ayırdığınıza görə sizə təşəkkür edirik. Sağ olun. Sağ olun. Mən də sizə təşəkkür edirəm. Sağ olun.